Biz daima qadınlarımıza dəstək olmağa çalışmışıq. Mən jurnalistəm. Onlar təhdid olunanda, təhqir olunanda, hansı təzyiqlərə məruz qalanda təbii ki, mən də çalışıram ki, onların yanında olum. Azından bir neçə sözlə də onu müdafiə edə bilim və bunu edirəm. Olur, qadınlarımıza qarşı deyərdim ki, qeyri-etik cümlələr, fikirlər, ifadələr işlədənlər olur, hərəkətlər edən olur. Bunları etmək lazım deyil. Daima bizim vitse-prezidentimiz, bizim gözəl xanımımız Mehriban Əliyeva qadınlarımızın yanındadır. Tez-tez mütəmadi onlarla görüşür. Təbii ki, onun da müraciəti olur ki, qadınlarımızı qoruyaq, Azərbaycan qadınlarını qoruyaq. Mütləqdir onların yanında olaq. Amma bu günlərdə təbii ki, mən də sosial şəbəkələrdən gördüm, əlaqə yaratdım bu insanlarla. Sonar Farm şirkəti çox böyük bir Sonar Farm şirkəti var, dərman şirkəti. Bunun rəhbəri, yaradanı Mahirə Əsədovadır, iş xanımı və onun şirkəti əlindən alınıb. Əlindən alınıb. Təbii ki, Azərbaycanlı bir kişi tərəfindən, Robert Eyyubov tərəfindən Mahirə Əsədovanın şirkəti əlindən alınıb. Düzdür, Mahirə xanımın hüquqlarını müdafiə etmək üçün, şirkətin hüquqlarını müdafiə etmək üçün artıq Türkiyədən vəkil gəlib. Vəkil artıq bu işlə başlayıb, tanış olub. Vəkilimizin adını axtarıram. İbrahim Köçlərə. İbrahim Köçlərə də Türkiyənin bir neçə dəfələrlə millət vəkili olub, tanınmış vəkillərdən birisidir. Təbii ki, o deyir ki, mən Azərbaycana görə də, Azərbaycanı Sonar Farm şirkətini Mahirə Əsədovaya görə sevmişəm. Ona görə də mən burada olacağam, Mahirə xanımın yanında. Təbii ki, Mahirə xanımın indi səhhətində biraz problemlər var. Təbii ki, böyük zərbədir. 21 milyon yarım mal qalığı olan bir şirkəti onun əlindən qeyri-qanuni alanda o xəstə də olmalıdır, səhhətində böyük problemlər də yaşamalıdır. Mən Mehriban xanıma, bizim vitse-prezidentimizə müraciət edirəm ki, Mahirə Əsədovanın şirkəti əlindən alınıb, qeyri-qanuni imzalar atdırılıb. Təbii ki, ona yox, şərikinə. Mən çox istəyərdim ki, Mahirə xanımın hüquqları bərpa olunsun, şirkəti geri qaytarılsın. Robert Eyyubov, mən sizi də dinləməyə hazıram. Yenə də deyirəm, bəlkə elə bir əsaslar göstərəcəksiniz ki, doğrudan da mən sizin müdafiənizə qalxacağam, deyəcəm ki, Mahirə Əsədova, siz düz danışmırsınız, düz tələb etmirsiniz. Robert Eyyubovun haqqı və ixtiyarı var ki, bu şirkətə sahib olsun. Yenə də deyirəm, qadınlarımıza dəstək olaq, qadınlarımızı qoruyaq.